Mehribanlıq. Qədim zamanlarda böyük meşədə balaca bir çirpi yaşayardı. Bu çirpi çox mehriban idi. Dostlarını sevirdi. Amma onun bədənində olan tikanlar bilməzdən dostlarını incidirdi. Sevinç və sevgi ilə dostlarıyla qucaqlaşarkən bədəninin tikanları onlara batırdı. Top, qovuq oynayanda onun tikanlarının üstünə düşən qovuq patlayıb aradan gedirdi və balaca çirpi dostlarından şərməndə olurdu. O yavaş-yavaş dostlarını əldən verib yalqız qaldı. Heç kimsə bir tikanlı heyvanla dostluğu sevmirdi. Dostları da doğru ki ondan kənar gəzdilər, amma ona ürəkləri də yanırdı. Axı o pis bir çirpi değildi. Bir gün meşədəki dostları bir cələsə qurdular. Onlar çirpi üçün çarə etməyə məşvərət elədilər. Sabahısı çirpinin ad günü idi. Bu ən yaxşı fürsət idi. Onlar çirpi üçün bir cəvə kado hazırladılar. Sabah çirpinin evinə getdilər. Balaca çirpi çox sevincək oldu. Amma dostları incik olmasınlar deyə onlarla öpüşüb görüşmədi. Çirpinin hazırlıq gördüyü meyvə, şirnidən yeyib içib şənlik etdilər. Oxuyub rəqs etdilər. Şənlikdən sonra kadolarını çirpiyə verdilər. Ondan kadonun açmasını istədilər. Çirpi cəbənin kado kağızını soyub cəbəni açdı. Onda bir top yoxsa başqa oyun vəsiləsi umurdu. Amma cəbə riştər-riştər kağızların içində boş nəzərə gəlirdi. Güldü. Dostları onunla şuxluq edib nəzərinə gəldi. Amma bu halda balaca tülkü qabağa gəlib, neçə ovuc axırım xırda şeylər cəbədən çıxardıb çirpinin ovucuna tökdü. Uşaqlar, bilirsiniz onlar nə idilər? Bəli, onlar balaca yonalit tikələri idilər. Çirpi onları yemək bilib ağzına apardı. Amma tülkü onlar xorək deyil dedi. Dostlar irəli gəlib yonalit tikələrini bir balaca çirpinin tikanlarına sancdılar. Sonra rahatca onunla qucaqlaşıb, öpüşüb, görüşüb ad günün təbrik edilər və çirpi ilə şəkillər çəkdilər. Qərar qoydular, çirpi dostları ilə olanda o yonelitləri taxsın, amma meşədə gəzəndə özünü düşmənlərdən qorusun deyə yonelitləri tikanlarından çıxartsın. Balaca çirpi dostlarının bu qədər onun fikrində olduqlarından sevinib və dəyərli hədiyyələrindən təşəkkür elədi.